Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məhluqə müəllim. Bugün sizlərə növbəti sınavımızın izahını çəkəcəm. Deməli, birinci sualdan başlayaq. Sualımız belədir. Diskdə 13 kilobaytlıq səs faylı və 27 kilobaytlıq qrafik fayl olarsa, bu fayllar ümumi neçə klaster yerləşər? Klasterımızın ölçüsü isə 5 kilobaytdır. Qaydamız necə idi? Hər birini ayrı-ayrılıqda tapacağam. 13-ü böləcəm 5-ə bərabərdir. Mənə verəcək 2 tam nə qədərsə və mən bunu tamlaşdıranda verəcək 3 klaster. Daha sonra gələcəm 27-ni böləcəm deməli 5-ə. Mənə verəcək bərabərdir 5 tam neçəsə, nə qədərsə və mən bunu tamlaşdırıb alacağım 6 klaster. Və yenidən ən sonda ümumi klasterinin sayını soruşduğu üçün 3-ün üzərinə deməli gələcəm nəyi? 6-nı. Bərabərdir. Mən alacağım 9 klaster almış olacağım. Əla. Burada cavabım olacaq. Deməli, Y variantı. Növbəti suala keçid edirəm. İkinci sualım, təqdimat proqramında yaradılan fayl tipini müəyyən edin. Təbii ki, bunlar arasında bunların heç biri təqdimat proqramı deyil. Bunlar arasında sadəcə PowerPoint burada təqdimat proqramıdır. Növbəti suala keçid edirəm. Üçüncü sualımızda deyilir, verilənlər bazasında abonentlər cədvəlində soyadı Mikhailov və ya Mikhailli olan və ünvanı baxın və ya gördünüzsə iki familiya arasında or olacaq və gördünüzsə ənd olacaq. Ünvan 28 olan və ev telefonu, baxın, və-dən və-yə yenə bir dənə ənd qoyub ev telefonu yazacaq. 7 rəqəmli olub və sonu 7 ilə bitən. Əla, gedək bütün variantlara baxaq. Gəlin, biz artıq bildik. Birinci A variantına baxıram, sadəcə bir familiya var. Mənə növbəti familiyanı verməyib. Ona görə A variantı çıxdı. B variantında isə yenə sadəcə bir familiya var, növbəti familiya yoxdur. B də getdi. C variantına baxıram. C variantında bəli, Mikayıl, bayaq dedim, axı və ya sözündə or olacaq, ordur. C ola bilər. D variantında sadəcə bir familiyadır, bu da çıxdı. Y variantında bəli, baxın, or verir və növbəti hər iki familiyanı mənə verib. Əla, sonrakılara baxıram. And, baxın, mən dedim axı və olan hissələrdə and istifadə edəcəyik. Baxın, and istifadə edilib. 28 may küçəsi, 28 may küçəsi eynidir. Ev telefon nömrələrinə baxdıqda isə qeyd etdiyim kimi biz biliririk ki, sual işarəsində yalnız bir simvol gizlədə bilərəm və deməli ulduz ilə istədiyim qədər deməli simvol gizlədə bilərəm. Bu yüzdən gəlin sual işarələrimizi sayaq. Görək burada həqiqətən də 7 simvoldan ibarətdirmi? Sayıram 1, 2, 3, 4, 5, 6. Sonuncu 7-yi də sayanda görürəm ki, 7 dənə rəqəmim var. Deməli üzr istəyirəm, 6-cıdan sayıram. Deməli D variantını sayıram. Gedib C variantını saymalıyıq. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6. 7-cini də sayanda bəli, 7 dənə rəqəmdir və sonu 7 ilə bitir. Lakin Y variantına diqqətlə baxın. Burada ulduzun işarəsinin yerinə mən istədiyim qədər simvolu gizlədə bilərəm. Yəni 3 dənə də ola bilər, 5 dənə də ola bilər. Mənə dəqiq deyil də bu ulduz neçəsini gizlədir. Ona görə dəqiq variantı Y deyil, C variantını doğru variant kimi götürəcəm. Daha sonra keçək növbəti suala. Dördüncü sual. Dördüncü sualda verir, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin tapaq. Deməli, S-im 10-dur, N 30-dur. 30 plus 10, 40, kiçik bərabərdir 60? Bəli. Bərabər yazıram, S-imi 4 vahid artırıram, N-imi 2 vahid azaldıram. Yazıram 14, 4 vahid artanda S-im, bu isə edəcək 28. Deməli, 28-dən 14 toplananda hələ də 60-dan kiçik etdiyi üçün bir də davam edirəm. 18, bu edəcək 26. Hələ də 60-dan kiçikdir, bu edəcək 22, bu edəcək 30. Üzr istəyirəm, 2 vahid azaldacağıq, 4 vahid artırdım.
Deməli 26-dan çıxacağam ikisini, deməli 24. Hələ də kiçikdir. Deməli 22-nin üzərinə 4 gələcəm, 26. 24-dən də 2 vahid azaldacağam, 22. Aha, hələ də kiçikdir 60-dan. Bu edəcək, deməli 4 vahid artıranda edəcək 30. Bu edəcək 20. Hələ də kiçikdir, 50-dir, 60-dan kiçikdir. Bu edəcək 34. Bu edəcək 18. Hələ də kiçikdir. Deməli, bu edəcək 38. Bu edəcək, deməli, 16. Hələ də kiçikdir. Bu edəcək, deməli, 42. Bu edəcək 14. Aha, hələ də kiçikdir. Deməli, bu edəcək 46. Bu edəcək 12. 50, deməli 58 edir, hələ də kiçikdir 60-dan. Deməli, üzərinə 4 gələndə bu edəcək 50. Bu edəcək 10. 50 ilə 10 toplayanda 60 bərabərdir şərti ödədiyi üçün yenə davam edirəm. Bu edəcək 54. Bu edəcək artıq 9. 54 ilə 9-u toplayanda 60-dan böyük rəqəm etdiyi üçün deməli while bitir, çıxırıq çölə, print s ən son s-in sonuncu qiyməti, yəni 54-ü verdi çapa. Bu da belə. Növbəti suala keçək. Hı -hı. Beşinci sualımızda yenə də Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, əvvəlcə A5, 3-ü gətirib yuxarıda yerinə qoyacağam. Baxın burada. Burada yerinə qoyacağam və A5, 3-ü hesab, 3, 5-i hesablayacağam. Bura yazıram 3, bura yazıram 5. Aha, gəlin yerinə qoyaq. Bərabərdir. Buradan mən nə alacağam? Alacağım ki, x-in yerinə 3 yazmışam. Yazacağım ki, 3 plus b mötərizədə x-im 3-dür, y-im isə 5-dir. Aha, 3, 5. Baxın, məndə B 3, 5-in cavabı yoxdur. Olmadığına görə mən gəlib, baxın, bunu burada yerinə qoyub 3, 5 almış olacağam. Burada üstəgəl işarəsi əlavə gedib, burada əslindən nöqtə vergül olmalıdır. Deməli, vergül olmalıdır. Aha. Siz bu sınağı zaten bu şəkildə deyil, daha düzəldilmiş formasında işləyəcəksiniz. Bu barədə narahatçılığınız olmasın. Deməli, aha, gətirib burada yerinə yazıram. Gətirib burada, baxın, m-in yerinə 3, n-in yerinə 5 yazıram və hesablayıram. M-lə n-in cəmi mənə verdi 8. Mən m-nın yerinə 8 aldım. M vurulsun n. N 5-dir, m artıq 8-dir. 5 dəfə 8 nə etdi? 5 dəfə 8, 40 və return 40 plus 8 mənə verdi nə? 48. Əla. Mən B 3, 5-in yerinə 48 aldım. Gətirib burada yerinə yazacağım. Yazacağım ki, bərabərdir. 3 plus 48, deməli 3 plus 48, bu da bərabərdir, mənə verəcək 51. Daha sonra isə gəlirəm aşağıda, buradan y-i hesablayıram, bərabərdir. X-a neçə almışam mən yeni qiymət olaraq? 51. 51 plus 5 mənə verdi nə? 56. Əla, 56 aldım. Ən sonunda burada return x, y var. Return'ün cavabını buradan yazacağım. 51 plus 56. Buradan yazıram. Deməli, yazacağım. X-im məndə 51-dir. 51 üzərinə gəlinsin. X, deməli, y-im isə 56 almışam. Bərabərdir. Mənə verəcək neçə? 107 almış olacağım. Burada cavab gördüyünüz kimi C variantıdır. Növbəti suala keçid edirəm.
Hı hı. Altıncı sual. Mətn redaktorunda fayl save əmri ilə deməli etmək olar. Nə etmək olar? Gəlin baxaq. Deməli, ilk növbədə deyir sənədi yeni adla saxlamaq. Bəli, save as edəndə zaten yeni adla saxlayıram. Sənədin yerini dəyişmək. Aha, bəli, save as edib başqa adda, başqa yerdə saxlaya bilərəm. Daha sonra səhifələri nömrələməklə xeyr, mən save as edərək səhifəni nömrələyə bilmərəm. Səhifənin parametrlərini dəyişməklə xeyr, save as ilə səhifənin parametrləri dəyişmir. Faylın tipini dəyişməklə bəli, qeyd etmişdim, axı fərqli adla, fərqli yerdə saxlamaq olar demişdim və həmçinin tipini də dəyişmək olar. Belə, burada olacaq cavab 1, 2, 5. Yəni A variantı. Növbəti suala keçid edirəm. Aha, deyir ki, 1024 rəngdən ibarət olan palitrada yaradılan təsvirin çevrilməsi zamanı üfüqi nöqtələrin sayı 4 dəfə və şaqli nöqtələrin sayı 2 dəfə azaldılıb, palitradakı rənglərin sayı isə 32 endirilmişdir. Bu çevrilmədən sonra təsvirlərin ümumi həcmi necə dəyişər? Gəlin əvvəlcə mən belə bir iki hissə ayıracağam. Bir tərəfdən ilkin həcm, digər tərəfdən isə sonrakı həcm. İlkin 1024 rəngdən ibarətdirsə, 1024-ü 210 şəklində göstərərəm. Mənim əvvəlki bitimin sayı nədir? 10-dur. 10 bitim var mənim. Düzdür? Əla. Və üfüqi və şaqli nöqtələrimi də birini x götürürəm, birini y götürürəm. X deməli 10 vurulsun, x vurulsun, y. Bu mənim birinci həcmimdir də 10xy. Daha sonra mənə nə deyir? Deyir ki, həmin bu rəng çalarında, yəni 10 bitim yerində qalır, vurulsun. Şaqli nöqtələrinin sayını 4-də vardırıb, yəni 4x olub. Üfüqi nöqtələrin sayını isə 2 dəfə azaldıb. Yəni vurulsun, y bölünsün 2-də. Y-i də 2 dəfə azaldıb. Əla. Azaldıb. Paletradakı rənglərin sayını isə 32-yə endirilmişdir. Aha, bir dəqiqə. Mənim paletradakı rəngim 10 deyil, 32-yə enib. 32 də 2 üstü 5 şəklində yazsam, mənə nə verəcək? Aha, deməli əvvəlcə mənim palitradakı rəngim 1024 idi. Daha sonra nə ediblər? Palitradakı rəngimi endiriblər nəyə? 32-yə. Və 2 üstü 5 mənim 5 bitdən hesablanır. 5 vurulsun yazacağam. Əla. Всё. Bu da ki mənim sonrakı həcmim. Bunu biraz sadələşdirək. 2 ilə 4 ixtisar gedəcək. Burada 2 qalacaq. 5 dəfə 2 10 xy alacağam sadələşdirəndə. Baxıram. Əvvəlki həcm də 10xy idi, sonrakı həcmim də 10xy-dir. Deməli, burada heç bir şey dəyişmədi. Növbəti suala keçid edirəm. Səkkizinci suala baxaq. Deməli, burada deyir ki, uyğunluğun müəyyən edin. Əla, gəlin edək. Biraz sualı uzaqlaşdırmaq istəyirəm ki, siz daha rahat bir şəkildə görə biləsiniz. Deməli, aha, burada birinci deyir ki, router, repider, bridger. Hər birini nə etməliyəm? Uyğunlaşdırmalıyam. Deməli, birinci növbədə router. Router təbii ki, deyir ki, OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokol qrupunu birləşdirir. Xeyr, router deyil bu. OSI səviyyəsində, deməli, kanal səviyyəsində işləyən və eyni protokolludursa, təbii ki, bu körpüdür. Deməli, 3-ə getdi A, yəni bridgerdir. Daha sonra B variantında deyilir ki, OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir. Şəbəkə səviyyəsində işləyən və müxtəlif protokollar birləşdirən təbii ki də routerdir. Deməli, 1-ə də getdi B. Ən sonda deyir, OSI modelinin fiziki səviyyəsində işləyir və siqnal səviyyəsini bərpa etməklə şəbəkə segmentini birləşdirir. Təbii ki də bu da hansıdır? Repiderdir. Deməli, 1B, 2C, 3 isə A. Burada cavab oldu nə? B variantı. Növbəti suala keçid edirəm.
Aha. Deyir istifadəçi faylı şəbəkə ilə ötürməzdən əvvəl arxivləşdirir ki, daha tez göndərə bilsin. Arxivləşdirmə zamanı faylın həcmi 40% azalır. Əvvəlcə baxın, mən bilmirəm, mənim məlumatım nə qədərdir. Yəni A verib zaten heç axıra qədər oxumuram. Əgər deyir informasiya şəbəkə ilə ötürülmə sürəti 25 megabayt bölünsün saniyə olarsa, baxın artıq ilkin həcmini özü verib. Biraz misalı yaxınlaşdıracağım sizlər üçün. Aha. Deməli, baxın, deyir ki, ilkin həcmi 10.000 megabayt olan fayl arxivləşdirdikdən sonra ötürmək üçün neçə dəqiqə tələb olunar? Deməli, əvvəlcə 10 minimi mən neyniyəcəm? Arxivləşdirəcəm. Yəni 40% neynəcəm? Azalacam. Deməli, yazacağım bura 10 min. Hı -hı. Çıxılsın 10 min vurulsun 40 bölünsün 100. Aha, bu sıfırlarla bu sıfırlar getdi. Qaldı burada nə? 4000. 10 mindən də 4000 çıxanda mənə qaldı nə? 6000 almış oldum. Deməli, daha sonra mənə nə deyir? Sürətim nədir? 25 megabaytdır. Zaten bunların ölçü vahidləri eyni olduğu üçün heç bir çevrilməyə ehtiyac yoxdur. Düsturumuz V bərabərdir. Həcm bölünsün saniyə düsturuna görə 25 bərabərdir. 6000 deməli bölünsün saniyəmə də 1x deyirəm. Deməli buradan saniyəmi tapmaq üçün nə edəcəm? 6000-i böləcəm 25-ə. O da mənə edəcək 240. Deməli x bərabərdir aldım mən nə? 240-ını almış oldum. Amma 240 nə almış oldum? Saniyə almış oldum. Amma mənim cavabım nə ilə istəyir? Dəqiqə ilə istəyir. Ona görə 240-ı da nə edəcəm? Böləcəm 60-a və buradan da tapacağım ki 4 dəqiqə. Əla. Burada cavab olacaq B variantı. Növbəti suala keçək. Aha. Evin giriş hissəsində işıqlandırmaq üçün sensorlardan istifadə olunmuşdur. Lampanın hava qaranlıq və eyni zamanda girişində, deməli, aha, bircə dəqiqə burada hərf səhvini düzəltmək istəyirəm. Aha, girişində insan olduğu halda yanması üçün aşağıdakı məntiqi ifadələrdən hansı uyğundur? A. İnsan varlığını yoxlayan sensor. 1 insan var, 0 insan yoxdur. B. İşıqlandırma sensoru, deməli 1 gündüzdür, 0 gecədir. Yəni mən bunu o şəkildə qurmalıyam ki, mənə hər iki halda işıq yansın. İnsan olanda da işıq yansın. Bir də ki, gecə olanda işıq yansın. Yəni hər halı bir düşünməliyəm. A-nı götürürəm. A, təbii ki, burada konjuksiyadan istifadə edəcəm. Niyə? Çünki konjuksiyada bir var, yəni mütləq şəkildə 0 varsa, 0 məndə nədir? İnsan olmayanda, yəni insan yoxdur. 0 nədir? Gecə. Yəni 0 alanda belə mənim sensorum yansın. Və təbii ki, konjuksiya var, və deduksiya var. Yəni məntiqi vurmada təbii ki, bilirəm ki, mən məntiqi vurma işarəsində. Əgər mənim dəyişənlərimdən, yəni hansısa biri 0 olduqda, o mütləq şəkildə nə edəcək? İşıq yanacaq. İnsan yoxdur, amma məsəl üçün gecədir. Gecə olanda avtomatik sensor nə edəcək? Yanacaq. İnsan var, və yaxud da ki, gündüzdür. Yəni avtomatik şəkildə biri olub, digəri olmayacaq.
yanında həmin bu sensor işıqlarım yansın. Və təbii ki də A məsəl üçün 1-dirsə, insan var, o zaman avtomatik B nə olmalıdır? Məsəl üçün 0 olmalıdır. Məsələn, gecədir. İnsan var, gecədir, təbii ki, işıq yanacaq. Və yaxud da A0-dır. İnsan yoxdur, amma bir tutaq ki, A0 olduğuna görə tutaq ki, B1-dir də, məsəl üçün. İnsan yoxdur, gündüzdür. Bu zaman təbii ki də işıq yanmayacaq. Hər iki halı nəzərə alında, yəni fikir verirəm ki, A-ya nə götürsəm, B-yə onun inkarını götürürəm. Ona görə də burada yenə də B-nin inkarı A, deməli məntiqi vurma və B-nin inkarı. Təbii ki, burada olacaq B variantı. Növbəti suala keçid edirəm. Deməli, deyir ki, verilmiş proqram fraqmentində icra edilən zaman klaviaturadan gördüyümüz bu ədəd daxil edilib və 5 sətri daxil edilərsə, 5 sətr daxil edilərsə, bir dəqiqə 5 bunun digər geridə qalanıdır. Ekranda hansı dəyər çap olunacaq? Əla. Gəlin, mənim 3 dənə mənə necə deyim, rəqəm veriblər də. Deməli, ilk növbədə 72, 3, 7, 8, daha sonra 7 və 5. Bunlar hər biri ayrı-ayrı rəqəmlərdir və SAB-yə bunların hər birini veriblər. Və input split edəndə nə olacaq? Bunlar ayrı-ayrılığa düşəcək. Əla. Gəlirəm burada. Deyir ki, ST, IS, yəni S-in qiyməti. S birincidir də, birincidirsə birinci yerdə duran ədəd onun qiymətidir. Birinci 7-ni götürürəm, gəlirəm. Deyirəm ki, 7 A-ya bərabərdirmi? Məndə A nədir? A 7-dir. Baxın, üzərinə yazıram A, B 5-dir. Həmin bu gördüyünüz rəqəm də S-dir. Deyir ki, 7. S-i biraz yuxarıdan yazım ki, rəqəmlərimin üzərini örtməsin. Bir dəqiqə. Aha. Deyir ki, 7 A-ya bərabərdir. Deyirəm, bəli. Əgər bəli, həqiqətən də 7 A-ya bərabər. O zaman deyir ki, B ilə ST-ni topla. Məndə B neçədir? 5-dir. ST isə nə idi? Həmin gördüyünüz bu qiymətlərdən və mən onları nə etməliyəm? Toplamalıyam. Gələrəm. Deməli, məndə B nədir? Məndə B 5-dir. 5-in üzərinə ST. ST boşdur. Boşumun üzərinə 5 gələndə bura nə edəcək? 5 edəcək. Yenidən gəlirəm. Deyirəm ki, yenə yuxarı qalxıram. I bu səfər neçədir? 2-dir. 2 qiymətini götürürəm. Deyirəm 2 A-ya bərabərdir. A 7-dir. Deyirəm yox. Yox deyəndə else-yə düşürəm. Deyirəm ki, o zaman I-nin üzərinə ST gəl. Mənim I-im neçə idi? 2. 2-nin üzərinə ST gələndə 2, yəni hər ikisi sətr tipində olduğu üçün 5-in qarşısına bir dənə 2 atacağım. Oldu 2, 5. Yenidən başa qayıdıram. Bu səfər 3 götürürəm. Deyirəm 3 bərabərdirmi A-ya? Deyirəm yox. Bu səfər yenə 3 atacağım bunların qarşısına. Yerlərini dəyiş. Deməli bu şəkildə olacaq. 3, 2, 5 olacaq. Yenidən bu səfər 7 götürürəm. Deyirəm 7, 7-yə bərabərdir. Bəli. Deyir o zaman B-nin üzərinə gəl ST-ni. B məndə neçədir? 5-dir. ST-nin üzərinə gələndə bunun qarşısına da bir dənə 5 əlavə edirəm. Bunlar sətr tipdə olduğu üçün yan-bayan yazıram. Deməli, sonra daha sonra növbəti 7-ni götürürəm. Deyirəm 7 7-yə bərabərdirmi? Bəli, bir dənə də 5 atıram. Deyirəm ki, bu dəfə 8 götürürəm. Deyirəm ki, 8 5-ə bərabərdirmi? Deyirəm ki, xeyr. Bu zaman deyir ki, i-ni. I neçə idi? Məndə 8-i. Deyir bu zaman 8-dən topla. Bunun da bu qabağına bir dənə 8 atıram. 8, 5, 5, 3, 2, 5. Burada cavab olacaq gördüyünüz kimi A variantı. Növbəti suala keçid edirəm. Aha, deyir onluq sayı sistemində verilmiş bu ədədi 16-lıq sayı sisteminə çevirin. Deməli, gəlin bunu sadələşdirək. Deməli, 32 2 üstü 5 deməkdir. Bu edəcək 2 üstü 5 dəfə 4, 20. Üzərinə gəlirəm. 16 2 üstü 4-dür. 4 dəfə 3, 12. 2 üstü 12. Üzərinə gəlirəm. 23-ü də olduğu kimi saxlayıram. Özümü təkcə keçirəcəm onu. 2 üstü 20-ni 16 sayı sisteminə çevirirəm. 20-ni böləcəm 4-ə. Deməli, 20-ni 4-ə böləndə mənə nə düşəcək? Tam
isə 5 düşəcək, qalıb 0 edəcək. Deməli, qalıb 0 edəndə 2-nin qüvvətinə 2 üstü 0 1 edir. 1 gerisində 5 dənə 0. 3, 4, 5. 12-yi yenə 4-ə böləcəm. Mənə verəcək 3 tam. Qalıq yenə 0 edəcək. Deməli, 3 dənə 0-ım olacaq. Ədədim yenə 1 ilə başlayacaq. Və 23-ü də ayrılıqda 16-lıq say sisteminə neyniyəcəm mən? Çevirəcəm. Yəni, sadə primitiv qaydada, yəni necə normal keçiriksə, o qaydada keçəcəm. Deməli, 23-ü mən bölsəm 16-ya, mənə düşəcək 1 tam nə qədərsə, yəni tam hissəm olacaq 1 dəfə. Deməli, 23-dən də çıxsam 16-ya, mənə düşəcək 7. Tərsinə yazanda da 1, 7 olacaq. Deməli, yazacağım bura 7, bura 1. Gəlin bunu toplayaq. Olacaq 7, 1, 0, 1, 0, 1. 1, 0, 1, 0, 1, 7. Burada cavab olacaq A variantı. Daha sonra növbəti suala keçid edirəm. Deməli, ekranı təmizləyim. Deməli belə. 13-cü sual. Mənə deyir ki, aşağıdakı şərti ödəyin yazıları seçin. Universitet AU olsun, universitet BMU olsun. Gəlin hissə gedək və nəticə baxın. Nəticə 59-dan kiçik, qarşısına bir not qoyun. Yəni 59-dan kiçik olmayanları, nota görə olmayanları tapacağım. Gəlin baxıram. Deməli, nəticəm 59-dan kiçik olmayanlar məndə hansılardır? Onları işarələyəcəm. Məsələn, 65 də 59-dan kiçik deyil. Ondan sonra gəlirəm 60 59-dan kiçik deyil, 70 və 67. Bunlar nədir? 59-dan kiçik deyirlər. Çünki nota görə bu şəkildə yazdım. İndi əndin bir tərəfi ödədi. Bunlar ödəyir. Bir də ki, əndin digər tərəfini ödəyənlər lazımdır mənə. Bunları tapmaq üçün nə edirəm? Deməli, universiteti AU olan yəni və universiteti BMU olan. Universiteti AU olan mənim seçdiklərimdən bir var. BU bu ikini götürə bilmirəm, çünki artıq mənim digərimi ödəmir. Məsələn, budunu da götürə bilmirəm, 4-ü də götürə bilmirəm. 70 AU-dur, 6-nı götürürəm. Mənim seçdiyim nəticəyə uyğundur. Digərisi uyğun deyil. Bir də məndə burada seçdiyim nəticəyə uyğunluq nədir? 1 ilə 6-dır. Yox. 1-6. Gəlib baxıram, görüm 1-6 mənim hansı variantımdır? Deməli, 1-6, bir dəqiqə başqa bir şeylər etdikmi? 59-dan, üzr istəyirəm. Deməli, burada 59-un özünü də götürürük. Çünki kiçik bərabər demir axı. 59-un özündə götürəcəm. Və 59-um da BMU şərtini ödədiyi üçün, baxın, universitet BMU-dur. Burada cavab 1, 5, 6 olacaq. Gəlin baxaq görək hansı variantdır. 1, 5, 6 cavab olacaq nə? B variantı. Növbəti suala keçid edirəm. Biraz yaxınlaşdıracağım sualı. Deyir ki, 130 səhifəlik kitabın birinci və sonuncu səhifəsində 512 və 256 piksel 64 rəng çalarlı şəkil. Gəlin baxaq, yəni hissə həll edək. 130 səhifəlik sənədin sadəcə birinci və sonuncu, yəni 2 səhifəsində yazıram. 2 vurulsun, 512 vurulsun, 256 vurulsun. Deməli, mənim rəng çalarım neçədir? 64-dür. 64 rəng çalarlı deyir. O zaman bitimin sayı nə qədərdir? 64 2 üstü 6 deməkdir. O zaman mənim 6 bitlə hesablayacağım. Vurulsun 6-ya. Bərabərdir. Deməli, və ən sonunda zaten cavabı kilobaytla istədiyi üçün və məndə artıq bitlə mən yazmışam bunu.
Gəlin birbaşa çevirək. Yəni alacağım cavabı mütləq şəkildə 2 üstü 13-ə bölməliyəm ki, mənim kilobaytla cavabım alınsın. Bərabərdir. Deməli 2, yəni bunları 2-nin qüvvəsi şəklində də yaza bilərik. Bu şəkildə də saxlaya bilərik. 2-ni vursam 512-yə vursam, deməli 256-ya, onu da vursam, deməli gəlin 6-ya, gəlin sizə imtahan mühiti yaradım burada. Deməli göstərim sizin üçün. Aha. Deməli, gəlin birlikdə hesablayaq. Deməli, 2-ni vuracam, 512-yə vuracam, 256-ya, daha sonra vuracam 6-ya, bərabərdir. Aldığım bu cavabı böləcəm bir dəfə 1024-ə, bir dəfə də deməli böləcəm 8-ə. Aha, bərabərdir. Aldım məndən 192. Gəlin burada yazıram. Aldığım cavabı 192 kilobayt. Əla. Aha. Daha sonra nə deyir? Qalan sətirlər. Baxın, 130 səhifənin ikisinin zaten şəkil var idi. Qalan səhifəm mənim neçədir? 130-dan çıxacam ikisini 128. Yazıram. 128 vurulsun. Aha, deyir ki, qalan səhifəsində 32 sətr 32-yə vurulsun. Və 64 simvol 64-ə, deməli 64 vurulsun və Unicode standartı ilə baytla yazaq, yəni vurulsun 2-yə. Deyir ki, mətn yerləşdirilir. Kitabın saxlandığı failin ölçüsü neçə kilobaytdır? Bunu da baytla da aldığım cavabı neyinə yiyəcəm mən? Böləcəm 2 üstü 10-a. Aha, böləcəm 2 üstü 10-a. Gəlin yenə eyni qaydada onu burada yazaq. Deməli, 128 vurulsun 32-yə vurulsun 64-ə vurulsun 2-yə. Bərabərdir. Aldığım bu cavabı da böləcəm 1024-ə. Əla. Bu da bərabərdir. 512 elədim. Yazıram buradan. Bu da bərabərdir. 512. Bunların birlikdə həcmini yəni tapmaq üçün nə edəcəm? 512-nin üzərinə gələcəm 192-nin. Bu da bərabər mənə neçə verdi? 704. Baxa, cavab oldu nə? Cavab oldu burada C variantı. Növbəti suala keçid edirəm. Aha. Mahirin evinin divarı 156 vurulsun 80 santimetr ölçüdə monitor üçün yer var. Mahir ən böyük hansı ölçüdə monitor ala bilər ki, nəzərdə tutduğu yerə uyğun olsun. Təbii ki, burada nə edəcəm? Düyüm məsələsi və monitor məsələsidir. Deməli, baxın, normal biz düyüm məsələlərini necə həll edirdik? Düzbucaqlı, üçbucaq və onun diaqonalını çəkirəm və burada maksimum nə qədərini tapmalıyam, onu tapıram da. Və unutmayın ki, bu santimetrlə verilib. Bir tərəfi 150, bir tərəfi 80-dir. Və mən burada nəyimi tapmalıyam? Diaqonalını tapmalıyam. Gəlin tapaq. X bərabərdir kök altında, deməli 150-nin kvadratı üzərinə gəlirəm 80-in kvadratına bərabərdir. Deməli 80-in kvadratı bərabərdir. Burada mənə verəcək 22500 150-nin kvadrat edəcək. Daha sonra isə deməli 6400 də 80-in kvadrat edəcək. Onlar birlikdə deməli mənə verəcək kökdən mənə çıxacaq 170. Deməli 170 nə? Santimetr. Baxın 170 santimetr tapmış oldum diaqonalımı. Amma məni ölçümü nə ilə istəyir? Baxın cavabları düyümlə istəyir. Düyümlə tapmaq üçün bilirik ki, bir düyümümüz 2,54 santimetrdir. Bəs o zaman mənim deməli 170 santimetrim nə qədərdir? Ona görə nə edəcəm? 170-i böləcəm 2,54-ə. Düzdürmü? Mən də 54-ə. Burada təxminən alacağım 66 tam nə qədərsə, yəni virgül nə qədərsə. Mən görüm nə deyir? Deyir ki,
ən böyük hansı ölçüdə monitor yerləşər? Baxın, 66 versəm, tam necə deyim, həmin o divarın ölçüsünü tam tutar. Mən biraz necə deyim, maksimum gərək 60 verəm ki, ən azı bir 6 santi kənarlarda da yer qalsın, düzdür? Yəni divarı tam əhatə eləməsi. Yəni 66 tam, yəni bunu biraz daha ən böyük nə qədər verə bilərəm? Ən böyük təbii ki 60 verə bilərəm ki, ən azından o kənar boşluqlarını mən yerini tuta bilim. Burada cavab olacaq B variantı. Növbəti suala keçid edirəm. Hı hı. 16-cı sual. Deyir ki, elektron cədvəldə B xanasına daxil edilmiş bu düsturu yeraltı xasına köçürüləndə bu xanada hansı düstur var? Baxın, B xanasındadır və Y xanasına köçürmək istəyirəm. Təbii ki, burada rəqəmlər və hərflər arasındakı o hissələri tapmalıyam ki, görüm ötürülmələr necədir. Deməli, məsəl üçün B-dirsə, B-dən sonra C, D, Y. Yəni neçə xana dəyişəcək? 3 xana dəyişdi. Yəni B-ni saymıram. B-dən sonra C, D, Y. Yəni 3 xana getdi. Deməli, hərflər arasında 3 dəyişim və rəqəmlər arasında isə yenə eyni qaydada 3 dəyişim. Əgər B xanasını saysam 4 dənə dəyişim lazımdır mənə. Birinci düsturda C deyir. C-ni olmadan sayanda 3 dəyişim mənə nə edir? C-dən sonra D, Y, F gedir, F-ə düşür. F-ə düşdü. F-lə olan variantlarıma baxıram. Baxın, burada F-lə olan variantlarıma baxıram. Gerdə qalanlarını silirəm. Baxın, 3-ün qarşısında dollar işarəsi var. Demək, 3 dəyişməyəcək. Aha, baxın, B variantında da dəyişməyib, D variantında da dəyişməyib, amma 7 dəyişdiyi üçün yenidən silirəm. Daha sonra Y-nin qarşısında dollar işarəsi var. Deməli, məndə Y dəyişməyəcək. Baxın, B variantında dəyişib, B variantında silirəm. Sadəcə burada nə qaldı? D variantı qalmış oldu. Növbəti sualı keçid edirəm. Aha, deyir ki, onluq sayı sistemində bu şərti ödəyən həmin neçə natural ədəd var? Təbii ki, bunların hər birini ayrı-ayrı onluq sayı sisteminə keçəcəyəm. 0, bunun üzərinə çox gözəl bir şəkildə nömrələmək istəyirəm. 0, 1, 2, 3 və 4. Aha, 2/4 mənə verdi nə? Birbaşa cavablarını yazacağam. 16. 16-nın üzərinə gələcəm. Deməli, 202-nin kvadratı, yəni 4-ü. Bunun da üzərinə gələcəm. 2/1, yəni 2-ni. Eləyəcək 22. Onun üzərinə gəlsəm 2/0, yəni 1-i edəcək 23. Yazıram bura. 23 kiçikdir, bərabərdir x. Kiçikdir, bərabərdir. İndi isə digərini nömrələyib tapacağam. Deməli, 0, 1, 2, 3, 4. Aha. Deməli, birinci 2/4 16, üzərinə gələcəm 3, 8, üzərinə gələcəm deməli 4, üzərinə gələcəm 2-ni, o da mənə verəcək 30. Yazıram bura 30. Aha, 30. Deməli, 23 daxildir və 30 da daxildir. 23 ilə 30 arasında nə qədər, neçə natural ədəd var? Təbii ki, neyniyəcəm? 30-dan çıxacam 23-ünü. Mənə qalacaq nə? 7-si. Amma bir şeyi nəzərinizə alın ki, 30 da daxildir, 23 də daxildir. Hər ikisi daxil olduğuna görə mən hər ikisini necə deyim, şərtimin içərisinə alacağam və deyəcəm ki, burada 9 dənə nə var? Natural ədəd var. Növbəti suala keçid edirəm. Aha. Deyir ki, Python-da proqram təyinatını müəyyən edin. Baxın, sizə burada kəstirmə yol. Baxın, neynir? Burada natural ədədimi götürür, hər hansı bir ədədimi. A-ya, B-yə və C-ni
ifadələrinə baxın. Hamısının bir-bir rəqəmlərini parçalayın və bir dənə if şərtinə baxın. Bu rəqəmləri parçalayandan sonra kubları cəmini n-ə bərabər götürür. Mən sizə öyrətmişəm ki, deməli, mənim bu qruplarım çox yaxşı bilir ki, kubların cəmini əgər kubları cəmini həmin ədədə bərabər götürürsə, bu necədir? Armstrong ədədidir. Təbii ki, bütün variantlarda nə edəcəyik? Armstrong ədədi axtaracağıq. Baxın, cavab olacaq nə? C variantı deyir. Armstrong ədədi olub-olmadığını yoxlayır. Tamamilə doğrudur. Qısa və kestirmə yox. Aha, daha sonra növbəti suala baxaq. Bu tip suallardan çox işləmişik. Ona görə də üzərində o qədər də durmağa düşünürəm ki, ehtiyac yoxdur. 19-cu suala baxaq. Hansı variantda qrafik fail istinad doğru göstərilmişdir? Baxın, qrafik fail, bunu dəfələrlə qeyd etmişəm ki, qrafik failə istinad deyir. Bunun üçün nə etməliyik? Təbii ki, image SRC-lər və yaxud da ki, infolar. Bu tam doğru bir düşüncə tərzidir. Lakin bir şey nəzərinizdə çatdırın ki, mən A hərf atributunla da qrafik təsvir verə bilərəm. Amma əsas odur ki, düzgün şəkildə verilməsi daha vacibdir. Neyniyəcəm? Deməli, burada əvvəlcə baxın, A SRC deyib. Təbii ki, xeyr. İmage SRC olar. Qeyd yaxşı. İmage SRC olar. A hərf, okey. Image SRC ilə verilib. Təbii ki də bu getdi. Baxın, image SRC-ni verib B variantında. Amma info.png. Bu info.png harda yerləşir? Heç onu verməyib. Sadəcə burada alt olaraq info verib. Yəni, düzgün, daha doğru göstərilmiş bir variant kimi təbii ki, götürə bilmirəm. Yaxşı, digərinə baxıram, C variantı. Image SRC verib, sonra slash image-dən bağlayıb. Qəti şəkildə olmaz, icazə yoxdur. D variantına baxıram, deyir ki, A hərf bərabər info.png, aha, altda infonu verib və təbii ki, deyir, infoda yerləşir. Baxın, artıq özü verib. Deməli, burada nədir? Doğru variant nə olacaq? D variantı olacaq. Yəni, şəklin harada yerləşdiyini verib də, bizə o lazımdır. B variantında, məsəl üçün, şəklin harada yerləşdiyini verməyib bizə. Aha, növbəti suala keçid edirəm. 20-ci sual nədir? Deyir ki, proqram fraqmentinin icrasından sonra A siyahısının elementləri hansı olacaq? Baxın, 1-dən 15-ə qədər 3 addım deməkdir. Yəni, I 1 olacaq, 4 olacaq, 7 olacaq, 10 və 13 olacaq. Sonra 15-dən o tərəfə olmayacaq. Aha, deyir ki, append i-nin vurulsun 2-yə. Hər səfərində nə edəcəm? I-nin qiymətlərini götürüb 2-yə vuracam və A siyahısına daxil edəcəm. Deməli, 2 dəfə 1, 2, 2 dəfə 4, 8, 2 dəfə 7, 14, 2 dəfə 10, 20 və 13-ü 2-yə vuracam, edəcək mənə 26. Aha, bunları daxil etdim. Deyir, i-range 1-dən 5-ə qədər. I-yə bir qiyməti götürürəm. Deyirəm ki, A birinci element. A birinci element məndə hansıdır? 8-dir. 8-i 2-yə böləndə qalır 0 edir. Deyirəm, bəli. Sonra deyir ki, A birinci element bərabərdir. Yəni, A birinci elementi artıq dəyişəcəm. A birinci element gəlsin 8. Yəni, 8 plus 1 mənə verəcək 9. A birinci elementim dəyişdi. Oldu neçə? 9. Daha sonra, indi i-yə 2 götürürəm. Deyir, A ikinci elementi 2-yə qalıqsız bölünür. Deyirəm, bəli. Deyir, onda A ikinci elementin üzərinə 1 gəl. 14 plus 1 edəcək neçə? 15. Deməli, A ikinci elementim dəyişdi, oldu 15. Deməli, indi bu səfər 3 verirəm. Deyirəm ki, A üçüncü elementim 20-dir. 20 2-yə qalıqsız bölünür, bəli. 20-yi bir vahid artıracam, oldu 21. Burada qeyd edirəm. Deməli, 21. Daha sonra isə A ən son 4 qiymət alacaq. A4 hansıdır? 26-dır. 26 2-yə qalıqsız bölünür. Bəli. O zaman 26 bir vahid artıracam. Olacaq nə? 27. Və mənim ən son print A deyil, yəni A-nı çapa ver. Baxın, 2, 9, 15, 21, 27 qiyməti çapa getmiş olacaq. Burada cavab olacaq A variantı. Növbəti suala keçid edirəm.
Sual belədir. Vektor təsvirlərinin yaradılması və emalı proqram vasitələri hansılardır? Gəlin baxaq. Vektor təsvirlər yaratmaq üçün istifadə olunan. Baxıram burada. Burada vektor təsvirlərin yaradılması və emalı. Əla. Və baxın, burada məsəl üçün vektor təsvirləri yaratmaq üçün Adobe Illustrator AutoCAD avtomatlaşdırılmış layihələndirmə sisteminə aiddir. Bu getdi. Daha sonra burada yenə AutoCAD var. Bu da getdi. Daha sonra C variantına baxıram. Deməli, 3D proqramlardan istifadə olunur. Mənə vektor təsvirlər lazımdır. Burada 3D-lər olduğu üçün 3D getdi. Daha sonra gəlir Painter, Macromedia Freehand, okey, D variantı da getdi. Bir dənə mənə qaldı. Adobe Illustration'dır, Macromedia Freehand'dir, Corel Draw'dır. Burada Famast'in, yəni vektor təsvirlərinə aid deyil də, ona görə D variantı getdi. Burada cavab oldu nə? Y variantı. Növbəti suala keçid edirəm. Fiz Akademiyada üzərində aşağıdakı kimi yazılı 4 kağız parçası tapılmış və müəyyənləşdirilmişdir ki, onlar yazılan bir IP ünvan fraqmentidir. Həmin fraqmentlər A, B, C, D hərfləri ilə işarələnmişdir. IP ünvanı bərpa edin və IP ünvanı göstərilən düzgün ardıcıllıqla müəyyənləşdirin. Gördüyünüz bunlardan mən IP ünvan düzəldəcəm. Bunun üçün nə edirəm? Baxın, mənə həmin bu IP ünvanlarını doğru şəkildə düzmək tələb edilir. Gəlin baxaq. Əvvəlcə mən C ilə başlamaq istəyirəm. Yazıram bura 16. Yazdım 16. 16-dan sonra məsəl üçün B-ni vermək istəyirəm. 2, daha sonra nöqtə 16. B-dən sonra mən D-ni vermək istəyirəm. 8. Hələ ki düz gedirəm. Heç biri 255-i aşmayıb. Vurul nöqtə 132. D-dən sonra isə A-nı vermək istəyirəm. Nöqtə 64. Bəli, tamamilə doğrudur. Heç biri 255-i aşmadı. Deməli, C-ni verdim. Daha sonra B-ni, D-ni və A-nı. Burada cavab olacaq nə? C variantı. Növbəti suala keçid edirəm. Tətbiqi proqram olmayan variantı seçin. Gəlin seçək. Deməli, metin redaktorları. Metin redaktorları tətbiqi proqramlara aid çıxdı. Arxivitorlar, bunlar sistem proqramlarına aiddir. VBSE, təbii ki, tətbiqi, nəşriyyat sistemləri, təbii ki, bunların hamısı tətbiqi proqramdır. Mənə nə deyir? Tətbiqi proqram olmayan bir dənə burada arxivitorlar. Növbəti suala keçək. 24-cü sual. Əməliyyat sistemlərini seçin. Təbii ki, Linux, daha sonra MS-DOS, daha sonra burada bir də nə var? Deməli, Android. Oracle-dur, yəni cədvəldir falan, bunların heç biri əməliyyat sisteminə aid deyil. 1, 2, 7. Növbəti sual. 0, 5, 7 rəqəmlərindən 7-nin təkrarlanmadığı neçə 3 rəqəmi necə düzəltmək olar? 7-nin təkrarlanmadığı deyir və 3 rəqəmini deyir. Bu birinci rəqəm, ikinci rəqəmin və üçüncü rəqəmin. Deməli, birinci yerdə rəqəmim 0-dan başlaya bilmədiyi üçün ya birinci yerdə 5 ola bilər, ya 7 ola bilər. Əla. İkinci yerdə isə təbii ki, artıq birinci yerdə 7-dən istifadə etdiyimə görə 7-nin təkrarlanmadığı dediyi üçün 7-ni neynəməliyəm? Götürə bilməyəcəm də. Deməli, nə ola bilər? 0 ola bilər, 5 ola bilər. Növbəti yerdə də öz qaydasında 0 ola bilər, 5 ola bilər. Deməli, burada ən sonunda nə almış oluram? Aldığımı burada bir dənə nüans var, onu itirməyək. Mən əgər hər hansı bir ədədə 5-dən başlamışamsa, mütləq şəkildə orada bir dənə ya 7-ni istifadə edə bilərəm, çünki təkrarlanmadığı deyir və yaxud da ki, heç istifadə etmərəm. Ona görə növbəti yerdə buranın təbii ki, son bir dənə 7-ni neyniyəcəm? Nəzərə alacaq. Deməli, bu zaman nə olacaq mənim qeyd? 2 vurulsun 2 vurulsun 3.
2 dəfə 2, 4, 4 dəfə də 3, 12 qiymətini almış olacaq. Növbəti suala keçid edək. Hı hı. Deyir ki, 1024 simvoldan ibarət olan mətn informasiya 19 rəqəmli və 8 fərqli işarə. 19 fərqli hərf deyir və 8 rəqəm deyir. Yəni fərqli işarə deyir. 19-un üzərinə gələcəm 8-i, yəni 27. Mənim əlifbamın, rəqəmlərimin sayı 27-dir. Və təbii ki də təqribən 27-ni 2-nin qüvvəti şəklində göstərəndə 200, yəni təqribən 32-yə yaxındır. Və mən də ki, təbii ki də 2 üstü 5 şəklində götürəcəm və deyəcəm 5 bitlə hesablayacağam bunu əlifbamı. Aha, gəlin baxaq. Deməli, 1024 simvolum var. Yazıram bura 1024 vurulsun. Deməli, 19 fərqli hərf, 8 fərqli işarə tapdım ki, 27, 27 təqribən 32. Buradan tapdım. Bu informasiyanı ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, yaddaşının neçə bayt yer tutar? Təbii ki də 5 bit tapmışam, vurulsun 5-ə və məndən baytla istəyir cavabı. Mənim alacağım cavab zaten bitlədir. Ona görə böləcəm ki, 8-ə. Mənim cavabım nə ilə alınsın? Bitlə alınsın. Deməli, 1024-dən 8-i ixtisara apara bilərik və yaxud da ki, 5-ə vurub birbaşa 8-ə bölə bilərəm. O da edəcək, deməli, 640. Bəli, 640 edəcək. Burada cavabım olacaq C variantı. Növbəti suala keçid edirəm. Növbəti sual. Bərabərliyin əsasını Z ədədini x plus 2-lik say sisteminə keçir. Z ədədini əvvəlcə tapmalıyım. Görüm hansı sistemindədir. Və mən onu x plus 2-lik say sisteminə keçəcəm. Bunun üçün həmin bu Z ədədini onluq say sisteminə çevirəcəm. 0, 1, 2. Deməli, x kvadratı, mən buradan alacağım onluq say sisteminə keçirəndə x kvadratı üzərinə gəlinsin 4x plus 4-ə. Aha, bunu mən keçirdim onluq say sisteminə. Və təbii ki, buradan baxanda görürəm ki, x kvadrat plus 4x plus 4 bərabərdir. Müxtəsər vurma düsturundan istifadə etsən, təbii ki, x plus 2-nin mörtərizə kvadratıdır. Aha, bunu tapmış oldum məntiqdən hesablayanda. Və x plus 2-lik say sisteminə keçməyimi istəyir. Deməli, ədədim x plus 2-nin xaricdən kvadratıdır. Və mənə deyir ki, bunu keç x plus 2-lik say sisteminə. Deməli, x plus 2-nin kvadratını bölsəm x plus 2-yə nə düşəcək? Bir dəfə düşəcək və mənə nə qalacaq? Qalıq olaraq, daha doğrusu, deməli, məndə düşəcək də odur ki, yəni x plus 2 bir dəfə, yəni x plus 2 dəfə düşəcək ki, mən x plus 2-yə vuranda mənə x plus 2-nin kvadratı versin. Yazacağım bura x plus 2 və x plus 2-yi x plus 2-yə yəni böləndə mənə nə qalacaq? Qalıbım 0 qalacaq. Təzədən x plus 2-nin içərisində x plus 2 neçə dəfə deyirəm? Bir dəfə. X plus 2-ni x plus 2-yə böləndə məndə qalıb nə qalacaq? 0 qalacaq. Və tərsinə düzəcəm, 1, 0, 0 almış olacam. Burada cavab olacaq B variantı. Növbəti suala keçid edirəm. Deməli, belə. Növbəti sual. 28-ci sualda deyir həll edin, cavabı onluq say sistemində verin. Problem deyil. Bu tip suallarda qorxulu heç nə yoxdur. Onluq say sisteminə keçirdirəm hər birini. 0, 1, 1 vurulsun 1000, üzərinə gəlinsin 1. Etdimi məndə 1001? 1001. Üzərinə gəlsin yenə 0, 1 yazıram. 3 vurulsun 2000. 3 dəfə 2 eləyəcək məndə 6000. 0-a vuranda zaten 0 eləyəcək. Bu da oldu mu? 6000. Və plus 12-ni də yenə 0, 1 şəklində yazıb onluq say sisteminə. 7 dəfə 1, 7. Plus 2 mənə verdi nə? 9.
Yox, mən bunları toplamalıyam. 9, 0 yazaq. 1 yadda, 1 zaten var idi. 1, 0 və bunda toplayanda 7. 7, 0, 1, 0. Cavab oldu nə? C variantı. Növbəti suala keçid edirəm. Hı. Deməli belə. Bunu müəyyən edin. Gəlin baxaq, görək bu proqramımız nə işə yarayır. Deyir ki, 1, 4, 5 bu şəkildə bir ardıcıllıq verir. A-nın qiymətləridir. Deyir ki, A count i və nida işarəsi. Aha, yəni fərqlidir birdən. Yəni sayı birdən fərqli olanları neyinə çapa bilir? 1-i götürəcəm. Birlərin sayı tutaq ki, i 1-dir də. Birlərin sayı 1-ə bərabərdirmi? Bəli, baxın, 1-in sayı 1-ə bərabərdir. Amma mənə deyir ki, birdən fərqli olanı götürür. Fərqli olmadığı üçün 1-i götürməyəcəm. 4-ü götürəcəm. 4-ün sayı 1 dənədir. 1-dən fərqli deyil ki. 5-i götürəcəm. 5-in sayı 1-dən fərqli deyil. Məsələn, 6-nı götürəcəm. 6-nın sayı 2 ədəddir. Yəni 1-dən fərqlidir. 6 gedəcək çağa. Buradan bəlli olur ki, hansında neyinir? Yəni ilərin sayı fərqli olanları
Neyinir? Çapa verir. Və mən də bütün variantlarımda təbii ki, baxacağam. Deyəcəm ki, ilərin sayı, yəni nədir? Təkrarlanmayan da, yəni hansılar, daha doğrusu təkrarlananları, hansılar ki, təkrarlanır, onları çapa verir. Birincidə deyir, A siyahısının unikal elementlərini çap edir. Xeyr. A siyahısının birə bərabər elementini çap edir. Xeyr. A siyahısının təkrarlanan elementlərini, bəli, təkrarlanan məsələn 6-dır, 6-nı çapa verəcək, 7-dir, 7-ni çapa verəcək bu şəkildə. Cavab olacaq burada C variantı. Növbəti suala keçid edirəm. Aha. Deyək ki, verilmiş qraf modelinə əsasən A təpəsindən F təpəsinə, D təpəsindən keçməməklə. Baxın, D təpəsindən keçməməklə dediyi üçün D təpəsinə gələn və D təpəsindən çıxan bütün oxları mən neyniyəcəm? Baxın, siləcəm. Aha, sildim. İndi gəlin də başlayaq. 1 A-dan çıxanları söyləyək. B-dən 1 çıxıb, B-yə 1 daxil olub deyə, deməli C-dən də B-dən 1 çıxmayıb, 1 dəqiqə. Həm C-dən gedəni görməmişəm. Deməli, sadəcə buranı silmişik. Deməli, C-yə 1 daxil olub, 1 çıxacaq. B-yə 2 daxil olub, 2 çıxacaq. Deməli, C-dən 1 çıxıb, deməli, 1 çıxıbsa, M-ə də 1 daxil olubsa, deməli, M-dən də 1 çıxacaq. Y-yə 2 daxil olub, 2 çıxacaq. Birlikdə neçə daxil olub? 3. Burada cavab olacaq 3. Baxıram, 3. Təbii ki, burada olacaq C variantı. Növbəti suala keçid edirəm. Otuz iki. Deməli, deyir ki, Microsoft Word 2010 prosesorunda bookmark əmri hansı tabda yerləşir? Təbii ki, insert tabında yerləşir. Daha sonra növbəti suala baxıram. Aha, bu şəkildə belə bir ardıcıllıq verir. Deyir, 3 rəqəmli bütün ədədlər yaradılır. Verilmiş ədədlər aşağıdakı artma ardıcıllığına görə yəni düzülür. Verilən sırada 432 ədədinin sıra nömrəsini müəyyən edin. 432 ədədinin sıra nömrəsi mənə lazımdır. Deməli, bunun üçün nə edəcəm? Baxın, əvvəlcə 432 ədədi mənim onluq say sistemində verilən bir ədədimdir. Və mən bunu əvvəlcə nə etməliyəm? Tapmalıyam ki, burada hansı say sistemindədir? Üzr istəyirəm, burada 432 həmin o say sistemində olan ədəddir. Yəni, hansı say sistemində verilibsə. Baxıram, 0-dan 5-ə qədər ədədlər düzəldir. Deməli, bu hansı say sistemindədir? 6-lıq say sistemindədir. 432 məndə 6-lıq say sistemindədir və mən bunu keçirəcəm 10-luq say sisteminə. Yazıram 0, 1, 2 bərabərdir. Yazacağım. Deməli, 6-nın kvadratı mənə verəcək 36. Təsəndən 36-yı da vursam 4-ə mənə verəcək 144. Üzərinə gəlirəm. 6 da 3, 18 edəcək. Deməli, 18-i. Üzərinə də gəlirəm 2-ni. Çünki 6 üstə 0, 1 edəcək. Edəcək 164. 164 bu mənim ədədimdir. Və sıra dediyi üçün baxın, sıralar arasında 1-də 0 durub, 2-də 1 durub, 3-də 2 durub. Yəni sıra nömrəsi ədəddən bir vahid artıqdır. 164-cü ədəd isə deməli 165-ci də sıradadır. Burada cavab olacaq B variantı. Növbəti suala keçid edirəm. Fizz Akademiyada qeydiyyatdan keçmək üçün istifadəçi parol yaratmaq tələb olunur. Deməli, parolun uzunluğu tam olaraq 11 simvoldan ibarətdir. İstifadə olunan simvollar onluq rəqəmlər və əlifbanın 12 müxtəlif hərfi. Baxın, onluq rəqəm deyil, plus 12 dənə də hərf deyil. Mənim birlikdə nə qədər fərqli simvolum var? 22 ədəd. Və mən 22 təqribən yuvarlaqlaşdırıram 2-nin qüvvəti şəklində yazmaq üçün. Yəni, görüm, yəni 2-nin qüvvətinə gələndə hansı ədəd edir də? 2-nin qüvvətinə təxminən 32, o da 2 üstü 5 deməkdir. Buradan tapıram 5 bitimi. Baxın, 11 simvoldan ibarət dediyi üçün 11-i vuracam 5-ə, mən alacam nə? 55 bit.
Aha, 55 bitimi aldım. Gerisini okuram. Hər bir faulu kompüterdə saxlanması üçün minimal mümkün və eyni tam bayt sayda ayrılır. Bu nə deməkdir? Sonra deyir ki, bütün simvollar eyni və minimum mümkün bit sayı ilə kodlaşır. Yəni 55-i mən bayta çevirmək üçün 8-ə bölməliyəm. Və 8-i böləndə mənim 55-im 8-ə tam bölünmür. Mən bunu nə etməliyəm? Tamlaşdırmalıyam da. 55-i bölsəm 8-ə mənə 6 tam nə qədər verəcək? Mən bunu tamlaşdırıram. Deyirəm ki, 7 baytla mən bunu kodlaşdıra bilərəm. 60 belə parol dediyi üçün 7-ni vuracam 60-a. Alt dəfə 7, 42, 420 baytla kodlaşdıra bilərəm. Və burada variantını sizin üçün deyəcəm. 420 cavab olacaq C variantı. Növbəti suala keçid edirəm. FTP nədir? Təbii ki də bu faylların ötürülməsi protokoludur. Yəni burada qeyri-adi bir tip deyil. E, yəni hər kəs bilir ki, FTP faylların ötürülməsi protokoludur. Növbəti sual. Aha, belə bir elektron cədvəl verilir və elektron proqramında cədvəl fraqmenti verilmişdir. Bu cədvəldə C1 xanasında olan düstur C2 və C3 xanasına köçürüldükdən sonra C4 xanasında qiyməti təyin edin. Gəlin tapaq. Deməli, gəlin birinci C1 xanasının qiymətini hesablayaq. A1 plus B1 deyir. Yəni 12 plus 43 mənə verəcək 55. Birinciyi aldım 55. Sonra bunu ikinciyə xanaya köçürəndə A2, B2 olacaq. Yəni 45 ilə 23-ün cəmi mənə verəcək 68. Hı -hı. Daha sonra isə növbəti xanaya köçürəndə isə A1-im yoxdur, amma əsas odur B1-im, deməli A3-üm yoxdur, əsas odur A3, B3-üm var da. 54 zaten burada bitəcək 54. Və buna sum deyir, yəni cəmlə C1-dən C3-ə qədər. Mənim neyniyəcəm? Bunların üçün cəmini tapacağam. 53 üzərinə gəlinsin 68. Deməli 53 ilə 68-i toplayanda mənə verəcək deməli 121 və 121-in üzərinə də mən gəlsəm 54 mənə verəcək 175. Sonra C xanasının qiymətini deyir. C4 xanasının, bəli. C4 xanam elədi neçə? 1 dəqiqə. 53, 68 hesablama səhvimiz yoxdur ki, bir dənə diqqətlə hesablayaq. Deməli, 12 ilə birinci 43-ü hesabladım. Mənə verdi 55. Daha sonra 45-dən 23-ü hesabladım. Mənə verdi 68, 54. Bəli. Daha sonra 53-ün üzərinə gəldim. 68-i mənə verdi 121, 121-in üzərinə də gəldim 54-ü, mənə verdi 175. Bəli, cavab 175 edir. Aha, gəlin baxaq. 175 etməlidir. Burada doğru cavab yoxdur. Gəlin biz özümüz qeyd edək. Burada doğru cavabım. Bir dəqiqə. 175. Bu testi işləyərkən zaten siz doğru bir variant olanını işləyəcəksiniz də. Yəni burada 175 artıq sizin üçün doğru bir variant olacaq. Bu da belə. Daha sonra keçək növbəti suala. Hı -hı. Aha, nə deyir? Deyir, Find Word Part kalkulator proqramını işlətmək üçün hansı menyudan istifadə olunur? Baxın, Start menyusuna giririk və burada Windows aksesuarız bölməsində, yəni əvvəlcə biz nə edəcəyik? Start menyusuna, deməli, Starta daxil olacağıq. Startdan sonra gələcəm All Programs, yəni bütün proqramlar bölməsində, bütün proqramlar bölməsi aksesuarısə girdim. Təbii ki, aksesuarlar bölməsindən seçdim. Deməli, Start, All Program, aksesuarız. Burada cavab olacaq. Nə? Y variantı. Növbəti suala keçid edirəm. Aha,
Deyir 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylı 16 bit və 44 kilohertz şəbəkə ilə ötürüldükdə elə kodlaşır ki, həcmi 50% azalır. Gəlin ilk növbədə onu kodlaşdıraq. Deməli 8 dəqiqədir. Dəqiqəmi mən nə edəcəm? Saniyəmə çevirəcəm. 8-i vuracam 60-a. Deməli mənə edəcək 480 vurulsun. 16 bit deyir, yazıram 16-ya, vurulsun. 44 kilohertz deyir və kilohertz dediyi üçün bir dəfə də vuracam 1000-ə ki, hertzdən azad olmaq üçün. Bərabərdir. Mənə nə alacam? Deməli, mənim buradan alacağım cavab bitlə olacaq. Amma mən bunu nə etməliyəm? Kilobitə çevirməliyəm ki, mən növbəti mərhələlərdə görürsünüz ki, kilobitdən istifadə olunub. Bunu birbaşa aldığım cavabı böləcəm nəyə? 1024-də ki, mənim cavabım kilobitlə almış olum mən. Deməli, 480-i vuracam 16-ya, vuracam 44-ə və vuracam 1000-ə. Və aldığım cavabı bölsəm mən 1024-dən mənə alacam 330 min. Baxın, 330 min almış olacam. Və 50% azalma zaten 2-yə bölmə deməkdir, yəni 2-də 1-ə vurma deməkdir. Bunu bölsəm 2-yə mənə alacam 165 min. Onu da burada qeyd eləmək istəyirəm. Baxın, bu yuxarı hissədə qeyd edirəm. 165 min almış olacam. Aha, və mənim sürəti 200 verib və mənə nə istəyir? Saniyəni. Bölünsün x-a bərabər götürürəm 200-ə. Aha, bərabər götürürəm 200-ə. Deməli, 200-dən də bunlar ixtisar gedəndə və yaxud da ki, 165 mini böləcəm 200-dən mənə nə düşəcək? 825 almış olacam. Növbəti suala keçid edək. Aha, deyir ki, deməli, HTML kodun icrası nəticəsində yaradılacaq siyahı neçə sətirdən, yəni neçə elementdən ibarətdir. Təbii ki də baxın, məndə birinci lilərim mənim həmin o hissədəki, yəni elementlərimin sayını bildirəcək. Neçə dənə li var? 1, 2, 3 dənə. Deməli, mənim 3 dənə də elementdən ibarətim olacaq. 39. Burada cavab olacaq C variantı. Növbəti suala keçid edirəm. VBC-ləri hansılardır? Gəlin tapaq. VBC-lər bilirsiniz ki, bizim cədvəl deməli cədvəl prosesorlarımız biz əsasən VBC-lərdə cədvəllərdən istifadə edirik və cədvəllər seçəcəyik. Oracle-dır. Daha sonra burada gələcək PostgreSQL, daha sonra Python deməli Python-dan Python çıxın, yəni 3-dən 4 harda varsa onları çıxın, avtomatik şəkildə sizin sadəcə nə qalacaq? 1, 2, bir də OpenOffice database. Növbəti sual. Aha. Deməli, 2000 kilobayt həcmində fəal internet şəbəkəsi vasitəsilə 1 dəqiqəyə ötürülür. Baxın, 1 dəqiqə çevirəcəm 60 saniyə, çünki növbəti mərhələdə mən zaten saniyədən istifadə edəcəm. 2000 kilobaytımın 60 saniyədə olursa, o deyir, eyni sürətlə, okey, sürət dəyişmir, 75 saniyənin neçə kilobayt? X-ımın da 75 kilobayta. Burada x bərabər x-i tapsam, deməli, neyəcəm? 2000-imi mən vuracam 75-ə, böləcəm 60-a. Deməli, bölsəm əgər 60-a mənə nə qalacaq? 2500. Burada cavab olacaq nə? Y variantını tapmış olacam. Növbəti suala keçid edirəm. Aha. Axtarışda deməli sual işarələrini sayaq. 1, 2, 3, 4 dənədir və 5 dənə sözdən ibarətdir. Deməli, S-i də sayanda 5 dənə sözdən ibarət olan bir deməli nədir? 5 dənə hərfdən ibarətdir. Sadəcə 4-ü gizlənir. Gəlin variantlarımızı bir-bir oxuyaq. Birinci deyir ki, 4 hərfli S-lə başlayan. Xeyr, 5 hərfli də axı məndə dedik. Deyir ki, 5 hərfdən ibarət S hərfi ilə başlayan və doc tipli fayldır. Tamamilə doğrudur. Baxın, tamamilə doğrudur. S-dən başlayır, 5 hərflidir. Tam açıqlayıcı variantdır. Növbəti sualı keçid edirəm.
Hı hı. Mətnin hər səhifəsində 50 sətr, hər sətrində 40 simvol var. Mətn 10 səhifəlik olarsa, tutduğu yaddaş neçə kilobaytdır? Gəlin tapaq, çox sadə bir sual. Deməli, nə edəcəm? 50 sətri vuracam 40 simvoluma, vuracam və 10 səhifəlik deyir. 10 səhifəmə vuracam və məndə cavabı neçə bitdi deyir. Təbii ki də cavabımı mən bitlə verəcəm və biz bilirik ki, mənim əgər deməli bu tərs hesablamalarda mənim bitim verilmirsə, yəni ya əlifbam verilməyibsə, ya bitimin miqdarı Unicode və ya ISC olduğu verilməyibsə, zaten cavabımız byte-la alınır. O zaman mən nə edəcəm? Təbii ki, bunu bitə çevirəcəm. Bitə çevirmək üçün də mütləq şəkildə nə etməliyəm? 8-ə vurmalıyam. Və bu şəkildə də hesablayacağam. Deməli, 50-ni vuracam 40-a, vuracam 10-a və vuracam bir dəfə də 8-ə. O da məndə edəcək necə? 160 min almış olacaq. Bu da belə. Burada cavab olacaq 43-də B variantı. Növbəti suala keçirəm. Deməli, deyir iki tili qövs və üçü ilgək olan qraf modelinin qonşuluq matrisi. Baxın, 3 dənə ilgəyim var. İlgəklər bilirik ki, birləşmə nöqtələr. Məsələn, A ilə A-nın, B ilə B-nin, C ilə C-nin, D ilə D-nin və Y ilə də Y-nin. Baxın, ilgəyin biri B-dədir. B-dədirsə, deməli digər üçü X, yəni üçü deyəndə ikisi nəzərdə tuturam da, digər ikisi X, Y, Z-dədir. Bu ikisini, yəni ikisini də biz neynəyəcək toplayanda mənə zaten nə verməlidir? 2 verməlidir. Cəmi 3 dənə olmalıdır çünki. Deməli, X, Y, Z-imin qiyməti mənə nə verəcək? Baxın, bu hissəm. Mənə verəcək nə? 2. Çünki 2 dənəsi 1-dir, bir dənəsi 0-dır. Çünki bir dənə ilgəyin B-də var. N, baxaq görək neçədir. N buradadır. C ilə A-nın kəsişməsi. Burada C ilə A-nın kəsişməsi görürəm 0-dır. Deməli, N-im 0-dır. Sonra N hardadır? Y ilə B-nin kəsişməsində. Gedirəm, B ilə Y-nin kəsişməsinə baxıram. Baxıram ki, burada 0-dır. Deməli, N-im də 0-dır. Daha sonra U-ya baxıram. U, Y ilə D-nin kəsişməsindədir. Gəlirəm bura, Y ilə D-nin kəsişməsi 1-dir. Deməli, U-im isə 1-dir. Burada bunların hər birinin cəmi birlikdə bərabərdir. Mənə verəcək 3. Şimdi bu kadar sadə. Növbəti sualı keçid edirəm. 3 C variantı təbii ki. Aha. Proqram icra edilərsə ekrana hansı qiymət çap olunacaq? Gəlin baxaq görək hansı qiymət çap olunacaq. Deməli, 4213 böyükdürmü 0-dan? Bəli. Gəlirəm, deməli, S-i vururam 10-a. S 0-dır, 0. Üzərinə gəlirəm, A-nı bölürəm 1000-ə. 1000-ə böləndə mənim qalığımı istəyir. Qalığım edəcək 213. Bərabərdir, burada yazıram 213. Və S-imin yeni qiyməti 213-dür. Axı 213-ü 10-a böləndə mənə qalığım istəyir. 21 tam düşəcək, qalığım isə 3 qalacaq. Daha sonra A-nı deyir böl 10-a. A məndə neçədir? Gördüyünüz kimi 4213-dür. Mən onu 10-a böləndə tam hissəmi istəyir məndən və məndə tam hissəm 421 olacaq. 421 böyükdürmü 0-dan? Bəli. S-i 10-a vuracam. S-in ən son qiyməti 3 idi. 10-a vurdum 30. 30-un üzərinə gələcəm. 421-i 1000-ə böləndə qalığım elə 421-in özü edəcək. Üzərinə də 30 gələndə mənə edəcək nə? Buradan vergül yazıram. Vergül 30 plus 421 mənə verəcək 451. Və 451-i ona tam böləndə, yəni mənim qalığım edəcək 1 və deməli A 421 idi. 421-i ona böləcəm. Mənə deməli verəcək tam hissəmi istəyir 42. Daha sonra başa qayıdıram. 42 böyükdürmü 0-dan? Bəli. Gəlirəm. S-in ən son qiyməti 1 idi. 1-i 10-a vururam. 10. Görürəm ki, 10 plus, deməli, mənim A-nın qiyməti ən son neçə idi? 42. 42 minə bölündə qalıb yenə 42 idi. 42
üzərinə gəlinsin 10. Mənə verdi nə? 52. Hı -hı. Aldım buradan 52. 52-yi 10-a böləndə tam hissəm mənə nə düşəcək? 5 düşəcək. Aha. Və gəlirəm bura. Deyirəm ki, mənim A neçədir? 42-dir. 42 10-a böləndə tam hissəm mənə nə düşəcək? 4 düşəcək. Gəlirəm, 4 böyükdürmü 0-dan? Bəli. Yenidən, S-im ən son 5 idi. 5-i 10-a vuracam, 50. 50-nin üzərinə gələcəm. Deməli, 4 bölünsün 1000, 4 qalıbdır. 54 edəcək. Deməli, S-imin yeni qiyməti nədir? 54-dür. Aha. Və mənə deyir ki, S-i böl 10-a tam hissə. S-i 10-a böləndə, yəni 54-ü 10-a böləndə mənim tam hissəm edəcək nə? 5. Aha. Və ən son A-nı 10-a böləcəm. Mənə tam hissəmdir. Tam hissəm 0 edəcək. 0 0-dan böyükdürmü? Bəli. S-in ən sonuncu qiyməti çapa çıxacaq. Və S-in ən son qiyməti 5-dir. Bir dəqiqə biz nədəsə səhvə yol verməmişik ki, bir dəqiqə. Ekrana hansı qiymət çap olunacaq? Bir daha yoxlayıram. Deməli, 4213 böldüm 1000-ə. Qalığım nə qaldı? 213 və 213-ü böldüm 10-a. Qalığım düşdü nə? 3 dəfə. Aha. Yenidən 421. Deməli, 421-i baxıram. Bir dəqiqə. 421 bir dəqiqə 421 tam hissəm, bəli. Təzədən qayıdıram. S-im ən son 3 idi. 30 plus 421, 451 etdi. Bəli. Mənə verdi yenidən 451-i 10-a böləndə qalıq hissəm 1. Gəldim bura yenidən 421-i 10-a böləndə tam hissəm 42. 42 böyükdürmü? Bəli. Təzədən 1-i vurdum 10-a 10 plus 4 deməli 4 deməli məndə 42 idi ən son 10. A 42 plus 1 deməli 10 mənə verdi 52. Aha, burada da heç bir problem yoxdur. 52 bir dəqiqə. Deməli 52-ni böldüm 10-a tam hissəm 5 etdi. Bir dəqiqə, elə burada aşıb getmişik də. Üzr. Deməli, 451-i 10-a böləndə mənim tam hissəm, bircə dəqiqə, mənim tam hissəm 451 bölünsün 10, 45 edir. Mən buraların hər səfərində qalıq götürmüşəm. Diqqətsizlik və hal-hazırda gecə saat 3 işləyib mən bu videonu 3-yə işləmiş çəkirəm. Təbii ki də bu normaldır. Yaxşı, gəlin başdan başlayacağım sizin üçün. Kiçik bir diqqətsizlik olub burada. Deməli, 4213 böyükdürmü 0-dan? Bəli. Deyirəm ki, o zaman 0, 10-u vurdum 0-a, yəni 0 və bunu böldüm qalıqlı bölməklə. Qaldı mənə nə? 213 qaldı. Əla. Aha. Mən səndən 213-ü bölürəm 10-a, tam hissəm 21. Baxın, tam hissəm 21. Hər səfərində qalığı nəzərdə tutmuşam. Deməli, 4213-ü 10-a böləndə mənim tam hissəm nə edəcək? Baxın, tam hissəm 421 edəcək. Hələ də böyükdür, 0-dan gəlirəm. İsim 21 idi, vurdum ona 210 elədi. 210-un üzərinə gələcəm, 421. Deməli, mən nə edəcəm? 210-un üzərinə gəlsəm, 421 mənə verəcək nə? Deməli, 631. Yazıram bura. 631. Aha. Gəlirəm. Deyirəm 631-i 10-a böləndə tam hissəm nə qalacaq? Deyirəm ki 63. Aha. 421-i 10-a böləndə tam hissəm nə qalacaq? 42. Təzədən, deməli, yuxarı qalxıram. 630, bir də bu səfər 630 üzərinə gəlinsin. Deməli, neçə olacaq? 42. Aha. 42-nin üzərinə gələcəm. Olacaq 672. Yazıram bura 672.
Aha. Diyindən 672-yi 10-a böləndə tam hissəm mənim nə olacaq? 67 olacaq və 42-ni 10-a böləndə tam hissəm edəcək nə? 4. Deyirəm ki, 4 böyükdürmü? Sıfırdan, bəli. Deməli, proses bir dəqiqə doğru mu getdik? Deməli, 631 o okey. Sonra deməli 600 o aha. Aha, 4. Burada 4'ü unutmuşam sonradan yazmaq. 4. 4'ü, okey. Bu səfər 4'ü ona böləcəm. 4'ü ona bölündə tam hissəm 0. 0 böyükdürmü 0-dan? Xeyr. S-in ən son qiyməti ilə 67. Bəli. 67. Burada bir dəfə gəlmişəm, qayıdıb yenidən başa qayıtmışam. Deməli, hər səfərində baxın. 1, 2, 3 turbu gedib, 1, 2, 3 turbu gedib, 1, 2, 3 turbu gedib, dördüncüdə artıq növbəti səfər dönüş etməməlidir. Bu da belə. Növbəti sual. Deyir, kompüterin başlıca daxil etmə qurğusu hansıdır? Təbii ki, kompüterimizdə başlıca daxil etmə qurğumuz klaviaturadır. Bunu biz mühazirə dərslərimizdə dəfələrlə qeyd etmişik. Sonra 5 megabaytlıq diskə neçə ədəd 16 kilobaytlıq fayl yerləşdirmək olar? Diskin klaster ölçüsü 10 kilobaytdır. Əla, gəlin baxaq. Deməli, əvvəlcə mən nə etməliyəm? Təbii ki də diskdəki həcmimi tapmalıyam. 16-nı böləcəm 10-a. Deməli, 16 bölünsün 10 bərabərdir. 1 tam nə qədərsə düşür və mən təqribən 2 klaster götürürəm. Tamlaşdırdım. 2 klaster. 2-ni vururam 10-a. Edəcək məndə nə? 20. 20 kilobayt. Əla. Mən aldım, deməli, 20 kilobayt faylının həcmini. 5 megabaytlıq diskə neçə ədəd bu fayldan yerləşdirmək olur? Megabaytı çevirəcəm kilobayta. 5-i vuracam 1024-ə. Bu da bərabərdir. Deməli, mən 5-i vursam 1024-də mənə verəcək 5120. Əla. Və 5120-nin bunun 20 kilobaytlığı nə qədər yerləşdir, neçə ədəd yerləşdirmək olar deyir. 5120-ni böləcəm mən nəyə? 20-yə, yəni 20 kilobaytıma. O da bərabərdir mənə nə edəcək? 256 dənə yerləşdirmək olur. Burada olacaq. D variantı. Növbəti suala keçək. Deyək ki, informasiya bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərilən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazımı olan ardıcıllıqda alan kompüterə göndərilir. Verilmiş fikir IC modelinin hansı səviyyəsinə uyğundur? Təbii ki də nəqliyyat səviyyəsi. Yəni, deyək ki, bu səviyyəyə göndərilən kompüter böyük verilənlər blokunu daha kiçik paketlərə bölür. Baxın, daha kiçik paketlərə bölən təbii ki də nəqliyyat səviyyəsidir. Burada cavabım olacaq C variantı. Növbəti sual. Deyir, upload kodunu icra edilərsə ekrana hansı qiymət çıxacaq? Gəlin baxaq. Deməli, x-ım 3-dür. Gəlirəm bura. 3 plus 4 mənə verdi neçə? 7. 7-dən çıxacam birini 6. Burada 2 dəfə icra etməliyəm bunu. Çünki qabağımda 2 var. Yeni qiymət 6-dır. 6-nın üzərinə 4 gələcəm 10. Ondan 1 çıxacam 9. X-in yeni qiyməti 9-dur. 9-un üzərinə də 5 gələcəm. Mənə verəcək neçə? 14. Və yaz X 14 qiymət getdi çapa. Daha sonra sonuncu sual. Deməli, deyir ki, 256 vurulsun 512 piksel şəklin faylın həcmi 64 kilobaytdır. Bu faylın həcmi 16 kilobayt azaltsaq rəng çaları nə qədər dəyişər? Gəlin birinci rəng çalarımızı tapaq. 256-nı vuracam 512-yə və vuracam
X-a bərabər götürəcəm. Deməli 64 kilobaytdır. 64 kilobayt dediyi üçün və mən bitlə alacağam cavabımı. Bir dəfə 1024-ü, bir dəfə də vuracağam 8-ə. Yəni və yaxud da ki 213-ə vura bilərsiniz. Burada deməli x bərabərdir alacağam. Deməli bunu ixtisar şəklində də elə bilərik, vura da bilərik. 64-ü vursam 1024-ə, onu da vursam 8-ə mənə verəcək 5000, demə 524288 edəcək. Bunu da bölsəm bir dəfə 256-ya, bir dəfə də bölsəm 512-yə mənə verəcək 4. 4. Mənim bitimin sayı 4-dür. Deməli, görək bəs rəng palitramda nə qədərdir? 2-nin üzərinə gətirib yazıram bu 4-ü, mənə verəcək 16. Məndə palitramdakı rəng çalarlarının sayı 16-dır. Deyir, bu faylın həcmini 16 kilobayt azaltsaq. Gəlin, 64 idi, 16 kilobayt azaldıram. 64-dən çıxıram 16-yı, bərabərdir. Mənə nə verəcək? Deməli, mən 64-dən çıxsam 16, mənə verəcək 48. 48. Deməli, həcm 48 olub. Əla, gəlin, indi növbəti təlimimi yazam. Deməli, bu səfər yenə görürsünüz ki, ölçülər dəyişməyib. 256 vurulsun, 512 vurulsun. Artıq yenə mənim rəng çalarım yoxdur. X-a bərabərdir. Bu səfər 48 kilobaytdır və vurulsun. Bu səfər bunu da çevirəcəm 1024-də. Bir dəfə də vuracağım 8-ə. Buradan x-i təyin etsəm, x bərabərdir nəyə? Gəlin birbaşa yazaq. X-i vursam 1024-də, onu da vursam deməli 8-ə mənə verəcək 393.216 edəcək. Deməli, hər ehtimala qarşı istəyirsiniz bir daha mən burada sizə göstərərək bir imtahan mühiti yaradaraq bunu hesablamaq istəyirəm. Deməli, yazacağım bura 48. Rahat şəkildə kalkulyatordan istifadə edə bilərsiniz. Çünki zaten imtahanda sizin kalkulyatorunuz olacaq. Deməli, vuracaqsınız 8